Vaxtınız xeyir olsun. Ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərlə Ekonomiksin axşam buraxılışına baxırsınız. 2013-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə il ərzində dövriyyə 43,5 milyard dollar təşkil edib. Yəni 2,7% artıb. Dövriyyənin 32,8 miljardı ixracın, 10,7 miljardı isə idxalın payına düşüb. Nəticədə 22 milyard dollarlıq müsbət saldo qeydə alınıb. İxracın tərkibində əsas yeri yenə neft və neft məhsulları, eyni zamanda təbii qaz üstünlüyü təşkil edib. İdxal məhsullarının tərkibində isə qida məhsulları əsas yeri tutub. 2013-cü ildə dünyanın 149 ölkəsi ilə ticarət əməliyyatı aparılıb və 105 ölkəyə məhsul ixrac edilib. 141 ölkədən isə məhsul idxal olunub. Dövlət Gömrük Komitəsinin xətti ilə yanvar ayında dövlət büdcəsinə daxil olmalar 97 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 8,6% çoxdur. Komitənin hesablamasına görə büdcəyə daxil olmalarda əlavə dəyər vergisinin payı 74 milyon manata yaxın olub. Daxil olmalarda gömrük rüsumlarının payı 19 milyon, aksizlərin payı 3,5 milyon, yol vergisinin payı isə 1,2 milyon manat təşkil edib. Türkiyənin Ceyhan limanından dünya bazarına 2,2 milyon ton neft ixrac edilib. Neftin 1,6 milyon tonu dövlət neft fonduna məxsus olub. Dövlət neft şirkətinin məlumatına əsasən Bakı-Tbilisi Ceyhan kəməri ilə işə düşəndən bugünə qədər Ceyhan limanından 235 milyon tondan çox Azərbaycan nefti daşınıb. Bu arada Bakı-Tbilisi Ceyhan kəməri ilə Qazaxıstan neftinin nəqli də bərpa olunub və ötən ay boru xətti ilə Qazaxıstanın Tengiz yatağından əldə edilən 238 min ton neft daşınıb. 2013-cü ildə manatın məzənnəsinin qorunub saxlanmasına 2,5 milyard dollar vəsait xərclənib. Mərkəzi Bankın sədri İlmar Rüstəmov belə məlumat verib. Nəticədə milli valyutanın kursunun Amerika dollarına nisbətdə stabilliyi saxlanılıb. Bank rəhbəri bildirib ki, 2004-cü ildə pul siyasətinin əsas hədəfi inflyasiya tempinin qorunan səviyyədə saxlanılması olacaq. Azərbaycanda ticarət və xidmət obyektlərində quraşdırılan postterminalların sayı azalıb. Mərkəzi Bankın hesablamasına görə 2013-cü ildə aparatların sayı 10%-ə yaxın azalaraq 33.285 olub. Bakıda terminalların sayı 5.000-ə yaxın aşağı düşüb. Regionlarda isə quraşdırılan postterminallar 1114 ədəd çoxalıb. Ölkə üzrə azalmanın əsas səbəbi isə postterminallar vasitəsilə əməliyyatların aşağı düşməsidir. Vergilər Nazirliyindən 2004-cü ildə ölkədə bu qurğularının sayının 70-90 minə çatdırılacağı bildirilib. Plastik kart istifadəçilərinin sayı isə daha da artıb. 2004-cü ildə yanvar ayının 1-nə olan məlumata görə ölkədə 5 milyon 673 min kart istifadəçisi var və bu göstərici 2013-cü ilin eyni dövrü ilə müqayisədə 158 min çox deməkdir. Mərkəzi Bankdan bildiriblər ki, ötən il kartla əməliyyatlar 16,6% çoxalıb. Təkcə 2013-cü ilin dekabr ayında kartlar vasitəsilə 7 mindən artıq və ya 1,2 milyard manata yaxın əməliyyat aparılıb. Yəni, nağdsız dövriyyə 24,5% artıb. Xarici investorlar ötən həftə Birləşmiş Ştatların səhm bazarlarından 28,3 milyard dollar vəsait çıxarıblar. Bundan əlavə olaraq vəsaitlərin yarısı yeni səhmlərin alınmasına xərclənib. От классических биржевых площадок. Ötən həftə fond bazarlarına çıxarılan vəsaitlərin həcmi 2011-ci ilin avqustundan etibarən müşahidə edilən ən yüksək göstəricidir. Buna səbəb federal ehtiyatlar sisteminin iqtisadi stimullaşdırma proqramını qismən dayandırması, həm də dünya valyutalarının son zamanlar olduqca dinamik dəyişkənliyidir. İnvestorlar risk etmədən çəkinirlər və nəticədə belə bir mənzərə alınır. Dünya iqtisadiyyatı 5-10 il öncə qədəriyyətinə qaydana kimi bu cür hallar tez-tez baş verəcəyini düşünürəm. Soçidə keçirilən qış olimpiyadası Rusiya iqtisadiyyatına müsbət təsir göstərə bilər. Bank of America mütəxəssisləri bu istiqamətdə müşahidələr aparıblar və investorların region iqtisadiyyatına maraqlarının artdığını qeyd ediblər.
Rusiya bazarında sabit vəziyyət xarici investorları cəlb etmək üçün geniş imkanlar açır. Olimpiyadanın keçirilməsi sözün əsl mənasında Rusiyanın hazırki vəziyyətini dünyaya tanıdır. Artıq sərmayədarların marağının artdığını müşahidə edirik. Əgər hökumət investorlarla bağlı əlverişli siyasət apararsa, yaxın illərdə nəzərə çarpacaq dərəcədə iqtisadi inkişaf göstərəcəyik. Bundan əlavə olaraq Rusiya rublunun möhkəmləndirilməsi istiqamətində işlərin davam etdirilməsi vacib şərtdir. Yaponiyanın ödəniş balansındakı defisit yanvar ayında rekord səviyyəyə yüksəlib. Problemin aradan qaldırılması üçün Mərkəzi Bank və Ticarət Nazirliyi müştərək tədbirlər görməyə hazırlaşırlar. Yanvar ayının yekunu ilə bağlı açıqlanan hesabata əsasən Yaponiyanın ödəniş balansındakı defisit ən yüksək həddə olub. Araşdırmalar nəticəsində məlum olub ki, ticarət balansının mənfi saldosu xarici sərmayələrdən daxil olan xalis mənfəətdən daha sürətlə artır. Qeyd edək ki, sözü gedən saldo xarici ticarət fəaliyyətinin vəziyyətini göstərir və artıq 3 aydır ki, bu göstərici mənfi səviyyədə qalır. Mövsümi faktorlar da nəzərə alınmaqla yanvar ayında bu göstərici 639 milyard yen təşkil edib. Bundan əlavə olaraq Ticarət Nazirliyindən verilən məlumata görə 2013-cü ildə ödəniş balansında 3,3 trilyon yen profisit qeydə alınıb ki, bu da 1985-ci ildən indiyədək qeydə alınmış ən minimal göstəricidir. Yaponiya hökuməti isə vəziyyəti balanslaşdırmaq üçün bir sıra tədbirlər görməyə hazırlaşır. Qarşıda duran ilk məsələ isə ixrac həcmini uzlaşdırmaqdan ibarətdir. Qeyd edək ki, artıq 18 aydır ki, Yaponiyanın ixrac həcmində davamlı azalma müşahidə edilir. O cümlədən daxili tələbatın artması səbəbilə idxal həcminin artması ticarət balansının pozulmasını gətirib çıxarır. İqtisadi stimullaşdırma və investisiya axınını artırmaq üçün Ticarət Nazirliyi və Mərkəzi Bank müştərək planların hazırlanması üçün görüşlər keçirirlər. İlkin hədəf isə bu ilin birinci rübünün sonuna qədər ticarət balansındakı defisiti 10%-ə qədər azaltmaqdır. Ötən həftə dünya birjalarında neftin qiyməti 0,5% bahalaşıb. Birləşmiş Ştatların əmək bazarında işsizlik müavinətlərinin artması, Almaniya və Avrozonanın ümumdaxili məhsulu ilə bağlı yanvar hesabatının açıqlanması qiymətlərə təsir edən başlıca səbəblərdəndir. Mütəxəssislər isə hazırda $97.84 sentə təklif edilən Brent markalı neftin bu həftə ərzində $99 qədər artacağını proqnozlaşdırırlar. Buna səbəb isə Birləşmiş Ştatlarda neft ehtiyatlarının azalması və İranın neft hasilatının növbəti mərhələsinə keçməsidir. Bu həftənin ilk iş günündə isə neft bazarında mənfi dinamika qeydə alınıb. Amerikada light markalı qara qızılın bir barelinin qiyməti $99.48 sentdir. Bu isə 0,65% ucuzlaşma deməkdir. London birjasında hər roca çıxarılan Brent markalı neftin qiyməti də 0,1% enib və indi $109.44 sentə təklif edilir. Amerika indeksləri qırmızı zonadadılar. Dow Jones, S&P 500 və Nasdaq 100 kimi indekslər təxminən 0,3% ucuzlaşıblar. Yaponiyanın Nikkei 225 indeksinin qiyməti dəyişməyib. Avropa birjalarında isə artım hiss olunur. Almaniyanın DAX indeksi 0,25% bahalaşıb. Böyük Britaniyanın FTSE 100 isə 0,8% artım nümayiş etdirib. Qızılın qrunsiyası $1273 civarındadır, yəni 0,45% bahalaşıb. Gümüş də dəyərini artırıb və hazırda onun qiyməti $20.18 sentdir. Platin $1387 təklif edilir. Palladiumun qiyməti 1,25% artıb. Mis bahalaşsa da alüminiumun qiymətində azalma qeydə alınıb. Avro-dollar 1,36-38, dollar yen 102,18 səviyyəsinə enib, funt sterlin dollar isə 1,63-93-ə mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 7 qəpik, Rusiya rublu 2,3 qəpik, Türk lirəsi isə 35 qəpik. Bu qədər bugünə olan əsas iqtisadi yenilikləri Ekonomiksdə təqdim etdik. Salamat qalın.